Siyasətin izahlı lüğəti efirdədir. Ermənistan tərəfi Konstitusiyanın preambula hissəsinə müvafiq qaydada dəyişiklik etməlidir. Preambula nədir? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Preambula qanun, konstitusiya və digər rəsmi sənədlərin başlanğıc hissəsidir və həmin sənədin məqsədini, əsas prinsiplərini və ruhunu ifadə edir. Preambula adətən qısa və yığcam bir mətn olaraq sənədin hansı məqsədlərə xidmət etdiyini və onun əsas prinsiplərini, dəyərlərini izah edir. Bu hissə məcburi hüquqi norma olmasa da sənədin ruhunu başa düşmək üçün mühüm əhəmiyyət daşıyır. Preambula konstitusiyalarda xüsusilə əhəmiyyətlidir, çünki bu hissə dövlətin əsas prinsiplərini, ideologiyasını və məqsədlərini açıqlayır. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının preambulası ölkənin müstəqilliyini, demokratik və hüquqi dövlət prinsiplərini qorumağa sadiqliyini ifadə edir. Preambula həm də sənədin hüquqi və ictimai əsaslarını göstərir. Bu hissədə dövlətin xalq qarşısında öhdəlikləri və vətəndaşların əsas hüquqları vurğulanır. Məsələn, yenə də Azərbaycan Konstitusiyasına istinad edək. Azərbaycan Konstitusiyasının preambulası milli suverenliyi, xalqın iradəsini və insan hüquqlarına hörməti əsas götürür.